Valideynlər artıq öz uşaqlarını dünyaya gətirmədən əvvəl onun intellekt səviyyəsini, fiziki xüsusiyyətlərini və ümumi sağlamlıq halını seçə bilərlər. Genetikada buna CRISPR üsulu deyilir. Texnikanın tam adı CRISPR-Cas9 adlanır. Bəs necə baş verir? Məsələn, valideynlər öz uşaqlarının uzunboy olmasını istəyir. Bu zaman bələdçi RNT hüceyrədə boyu idarə edən genetik kodu tapır. Daha sonra Cas9 adlandırdığımız ferment həmin genetik kodu kəsir. Buna görə bu kəs-yapışdır prinsipi ilə işləyir. Sonrakı mərhələdə isə alimlər tərəfindən DNT şablonu hazırlanır, hansı ki uzunboy olması üçün lazım olan şablon və bu hüceyrəyə yeridilir. Həmin DNT qopan hissədən bu şablona birləşir. Lakin bu həmişə tam baş verə bilmir. Bəzən hüceyrə yeridilən şablonu qəbul etmədən özü də həmin qopan hissəni birləşdirə bilər. Bu yöndə bilinən ən məşhur təcrübə 2018-ci ildə Çinli biofizik Qiang Hui tərəfindən aparılmışdı. O, əkizlər üzərində bu təcrübəni aparmışdı. Belə ki, embrion DNT-sinə müdaxilə edərək həmin Lala və Muno adlanan əkizlərin qazanılmış immun çatışmazlığı virusuna qarşı dözümlü olmasını təmin etmişdi. Lakin bu bir çox konfliktlərə səbəb olundu. Belə ki, həm insan üzərində təcrübənin etik olmadığı üçün, bundan başqa valideynlərdən tam razılıq alınmadığını düşündülər və bu səbəbdən həmin alim 2019-cu ildə həbsə girdi, 2022-ci ildə isə azadlığa buraxıldı. Bundan başqa bugün bu təcrübələrin aparılması ümumiyyətlə Amerika, Avropada qadağan edilmişdi. Bayaq dediyimiz kimi insan haqlarının pozduğu üçün. Lakin bu yöndə çox nəzəriyyələr, fikirlər vardır ki, bu hal tam şəkildə mümkün ola bilər və bu yöndə bir çox fikirlər irəli sürülür, təcrübələr aparılır heyvanlar üzərində ki, gələcəkdə bu metod daha da inkişaf elətdirilsin.